Ədalət müəllim, necə keçdi bu 4 ay? Kimləri itirdi, kimləri axtardı? Fərq yalnız ondan ibarət idi ki, mən öz fəaliyyətlərimi açıq səma altında deyil, təcridxana şəraitində həyata keçirirdim. Ümumilikdə götürdükdə burada nə edirdimsə, demək olar ki, eynilərində təcridxana şəraitində həyata keçirdim. Ümumilikdə prosesləri maksimum izləməyə çalışırdım. Televiziyamız var idi. Ona görə də tam internet imkanlarım olmasa da, dövlət televiziyasında və digər kütləvi informasiya vasitələrində gedən xəbərlərdən, hadisələrdən belə deyək, xəbərdar olmağa çalışırdım. Ümumilikdə hesab edirdim ki, yəni Azərbaycanın haqlı mövqeyi getdikcə Ermənistanda daha ciddi rezonanslar doğurmağa davam edir və Ermənistan tərəfinin fəaliyyətləri də təbii ki, həmişə olduğu kimi diqqət mərkəzində idi. Mən daim yalnız Ermənistan deyil, həm də qonşu ölkələrdə baş verənləri izləməliyik ki, regional problemlərin və yaxud onların həll istiqamətində hansı addımların atıla biləcəyini dəyərləndirə bilər. Ümumilikdə daim dövlətimizin, xalqımızın, yaxınlarımın, dostlarımın, izləyicilərin dəstəyini hiss edirdim. Heç bir zaman mən əqidəmdən dönən birisi deyiləm. Bu məhdudiyyət, məhrumiyyət, həbs və s. onlar bizim üçün yalnız növbəti bir mərhələ oldu. Bir çox şeylər də orada özümdə analiz eləməyə imkanım oldu. Çox insanlarla təmasda oldum. Çox insanlara dövlətimizin atdığı addımlar barədə biraz daha dərin məlumatlar verməklə onları da belə deyək, fəaliyyət istiqamətində müəyyən dəyişikliklər edilməsində nail oldu. Qısaca olaraq soruşmaq istəyirəm. Bu 4 ay ərzində dostlarınızdan o gözlədiyiniz gözləntilər özündə olubmu? Artıqlaması ilə. Artıqlaması ilə. Yəni bizim xalqımız da, dostlarımız da, ailələrimiz də, yaxınlarımız da qədir bilən insanlardır. Zaten bunu sosial şəbəkələrdən də görmək mümkün idi. Ona görə də kimsəyə bu barədə bizim belə deyək, irad bildirəcək bir fikrim yoxdur. Hamısı sağ olsun, hamı var olsun.